Xanımlarımızı salamlayıram. İzləyicimizdən belə bir sual var. Salam həkim, mənim 32 yaşım var. Bir neçə aydır ki, ziyillər yaranıb və bu genital bölgədədir. Amma papilloma virusu yoxlandı və bu analizə çıxmadı. Necə ola bilər? Bəli, belə hallar mümkündür. İlk olaraq onu bildirim ki, papilloma virusu cinsi yolla keçən virusdur və genital ziyillər papilloma virusunun 6-cı 11-ci tipləri tərəfindən yaradılır və bu tiplər aşağı onkogen tiplərdir. Yəni bunların xərçəngə çevrilmə riski çox aşağıdır. Amma bəzən olur ki, papilloma virusu ziyil yaratsa da, görüntü olaraq makroskopik üzə çıxsa da, müayinədə biz bunu aşkarlamırıq. Bunu hansı səbəblərdən buna biz rast gələ bilərik? Əgər virus yükü çox aşağıdırsa və yaxud da ki, virus bədəndən eliminasiya olunubsa, belə olan halda ziyillər makroskopik görülə bilər, amma müayinədə aşkarlanmaya bilər. Və ikinci halda və ən çox rast gələn halda budur, virus uyğun yerdən götürülmədikdə. Bu da niyə baş verir? Biz normalda papilloma virusunu uşaqlıq boyunda axtarırıq və müayinələrdə də adətən bu servikal kanalın içindən götürülür. Və məqsəd burada nədir? Yüksək onkogen tipləri aşkarlamaq. Çünki yüksək onkogen tiplər, 16-cı, 18-ci tiplər uşaqlıq boyunun xərçəngini əsasən yaradır. Ona görə də virus burada yoxlanılır. Və uşaqlıq boyundan götürdüyümüz analizdə kandilomanı, ziyilləri yaradan 6-cı, 11-ci tipin tapılmaması da mümkündür. Belə olan halda biz əgər müayinəni ziyillərin üzərindən götürsək, bunu aşkarlaya bilərik. Yəni, bu müayinədə HPV virusunun aşkarlanmaması, amma klinik olaraq ziyillərin varlığı bu virusun sizdə olmamasına dəlalət eləmir. Yəni, ziyillər varsa, mütləq ki, papilloma virusunun artıq sizdə törətdiyi təzahür var və mütləq bu müalicə gərəkdirir.